Həqiqətən də belə bir hamarlaşma mümkündürmü? Burada ümumiyyətlə hansı prosedur nəzərdə tutulur? Cərrahiyyə ilə də bunu almaq mümkün deyil. Heç bir plastik cərrahiyyə gözün içinin mənasını bu dərəcədə cavanlaşdıra bilməz. Və pasientlər də bu şəkildə gətirir, deyir ki, bəs mən niyə belə olmadım, mənim üzüm niyə porsiyon? Və necə yaşlandığını göstərir və bunu before after, yəni əvvəl-sonra kimi paylaşıb biz sizi belə eləyə bilərik deyəcək heç kəs yoxdur. Xanımın üzündə akne var və indi üzü şüşə kimidir. Yanıldır, niyə? Ola bilər bu nəticəni əldə etmək? Yəni bu porselen üzü almaq ümumiyyətlə çox çətin məsələdir. Ne deyirəm ki, mən də dermatoloqam. Gəl belə eləyək. Gəl sən antibiotiki dayandır, 2 ayda içirsən. Əgər Allah eləməsə sən hər hansı bir bakterial infeksiyon olsa, sənin orqanizmin artıq bu antibiotika təsir eləmir. Çünki səndə rezistentlik əmələ gəlir. Salam, bu dəfə biz Instagramda tez-tez rast gəldiyimiz estetik nəticələrə fərqli prizmadan baxacağıq. Yəqin ki, bir çoxumuzun qarşısına hər gün dəfələrlə əvvəl-sonra nəticələri çıxır. Bunların bir çoxu bizi həqiqətən də şoka salsa da, bəziləri tərəddüddə saxlayır. İndi bu mövzu haqqında ətraflı şəkildə danışacağıq. Həm tibbi tərəfini, həm də sosial mediada düzgün necə təqdim etməkdir. İndi isə gəlin şəkillər üzərində nümunələrlə daha ətraflı müzakirə edək. İlk şəklimizdə görsənir, deməli, xanım üzünün yarısı yaşlıdır və birdən-birə xanım cavanlaşır. Mən doktorlarımıza sual vermək istəyirəm ki, həqiqətən də belə bir hamarlaşma mümkündürmü? Burada ümumiyyətlə hansı prosedur nəzərdə tutulur? Yəni hansısa botoksla, fillerlə və yaxud da hansısa bir kombinə prosedurla belə bir nəticə əldə etmək mümkündürmü? Burada hər halda nəzərdə tutulub botoks, filler vasitəsilə. Məsələn, biz burada nə görürük? Görürük gözaltı çökmə var, ağız ətrafında batıqlar var, yanaqlarda batıqlar var, göz qapağı sallanır gözün üstünə. Yəqin ki, nəzərdə tutublar ki, biz filler və botoksla bu nəticəni əldə edə bilərik. Amma pasientlər də bu şəkildə gətirir, deyir ki, bəs mən niyə belə olmadım, mənim üzüm niyə porsiyon? Təbii ki, bu yaşda bir xanımı, yaş arasında hər halda bir 30 yaş fərq var. 30 yaş cavanlaşdırmaq kosmetologiya vasitəsilə bu mümkün deyil. Burada təbii ki, cərrahi əməliyyat da öz sözünü deyir, belə nəticə almaq üçün. Və hər halda biz çökəkliklərdə, qırışlarda götürsək, bizim prosedurlar vasitəsilə, amma dərin teksturasını dəyişmək olmur. Görürsünüz, burada çox xırda qırışlar var. Yəni bu porselen üzü almaq ümumiyyətlə çox çətin məsələdir. Çünki dərinin hal-hazırda Instagramda bilirik ki, Photoshopdur, retuşdur, onlar çox istifadə olunur. Və pasientlər də gəlir və bizə onunla müraciət edirlər ki, bizim üzümüz də belə porselen olsun, belə parlaq olsun. Hər insanın özünün dərisinin strukturu var və düzdür, bizim prosedurlarla dərini daha da yaxşılaşdırmaq olar, amma belə porselen görünüş əldə etmək qətiyyən mümkün deyil. Bu gördüyüm şəkildə cərrahiyyə ilə də bunu almaq mümkün deyil. Heç bir plastik cərrahiyyə gözün içinin mənasını bu dərəcədə cavanlaşdıra bilməz. Plus plastik cərrahiyyə təəssüf ki, əlbəttə hamımızın gələcəkdə istifadə edəcəyimiz bir şey olacaq, amma müəyyən yaşa uyğun. Amma plastik cərrahiyyə mimikaları estetik kosmetologiyadan fərqli olaraq, yəni inyeksiyadan fərqli olaraq mimikaları çox dəyişir. Çünki yanaq əzələsini yuxarı qaldırıb tikirlər, hətta bəzən natsa, yəni Azərbaycanlı birdən-birə Qazaxıstanlı ya Qırğızstanlı olur. Yəni gözlər o qədər xırdalaşır, o qədər kiçilir ki. Burada isə biz gördüyümüz şəkildə, hər halda videoda görsənəcək, bu şəkildə sadəcə real Photoshopdur, yəni bunu effektlər var xüsusidə. 18 yaşında qızı qoyublar, bir də 60 yaşında xanımı qoyublar və necə yaşlandığını göstərilir. Və bunu before after, yəni əvvəl-sonra kimi paylaşıb biz sizi belə eləyə bilərik deyəcək heç kəs yoxdur. Bu yaxınlarda mən Çində bir cərraha kimsə atdı mənə pasientlərdən biri ki, bax gör necə eləyir, mən bunun yanına əməliyyata getmək istəyirəm. Baxdım, yəni bilirsiniz necə, o bir nəfəri tanıyırsan, bir insanla tanış olursan, ürəyin hiss eləyir, bu yaxşı insandır, yoxsa yox. Amma sonra özünü aldadırsan ki, yox, yaxşıdır, yaxşıdır. Amma içində bilirsən ki, pis insandır. Bu belə bir şeydir. Yəni əslində izləyicilər ona baxanda başa düşürlər ki, bu yalandır. Çünki unreal, yəni qeyri-realdır. Yəni elə insan
Mən onu da sizə verəcəm, videoda qoyarsınız. Tamamilə başqa bir insandan, tamamilə başqa bir şəxsi paylaşır və tipa 3-4 dənə də əməliyyat izi də yoxdur. 3-4 dənə də əməliyyat izi qoyur. Əlbəttə ki, bu yalandır. Bəli, plastik cərrahiyyə çox inkişaf eləyibdir. Eləcə də estetik dermatologiya çox inkişaf eləyib. Amma və lakin müəyyən sinirə qədər. Mənim pasientlərim çox ağıllıdır. Heç kəs gəlib mənə demir ki, mənə belə bir before after ver. Çünki bilirlər ki, orada bir 10 dəqiqə oturub güləcəm ki, eləyə bilsəm özümə eləyərəm. Yəni mümkün deyil. Heç kəs 40 və ya 50 yaşında 18 yaş kimi görsənə bilməz. Heç kəs öz qızı kimi görsənə bilməz. Görsənə bilən mümkün deyil. Ha iynə vur, nə iynə, mümkün. Biz sadəcə öz yaşımızda, öz yaşımızın ən yaxşı vaxtında görsəmək, yəni öz yaşımızın ən effektli, məsəl üçün gəlir 40 yaşında xanım, 40 yaşında nə dərəcədə onu mümkündür gözəl saxlamaq, onu verə bilərik. Yoxsa 40 yaşında gəl, mən səni 18 yaşında edəcəm. Mən özümüzün Azərbaycan plastik cərrahiyyələrində, cərrahlarında heç bir belə unreal, yəni qeyri-adi, qeyri-ciddi paylaşım görməmişəm. Hamı real paylaşım eləyir. Amma dediyim kimi o Koreya və Çin səhifələri dəhşət, bəlkə sizin qabağınıza da çıxır. Yəni gülməlidir də. Ona görə gedib Çinə və ya Koreyaya getmək ki, mən bu dərəcədə dəyişəcəm. Bəli, dediyim kimi bəzi cərrahlar çox güclü, məsələn Koreyada çox güclü plastik cərrahlar var, amma yenə də deyirəm, müəyyən qədər. Bir də plastik cərrahiyyənin problemi odur ki, insan uzun müddət ödemli qalır və əsasında göz quruluşu dəyişir. Məsəl üçün, mən fikirləşirəm ki, mən ehtiyacım olanda plastik əməliyyata artıq gedəndə nə edəcəm? Necə deyim, gözümün bu quruluşunu dəyişmə. Mən istəmirəm mən iri gözəm. Azərbaycan normalda hamımız iri gözüyük. Milliyyətimi dəyişmək istəmirəm, amma indi hal-hazırda mənim pasientlərim gəlib, hamı milliyyətini dəyişib. Bəzən fikirləşirəm ki, olan uşaqlar da birazdan qırğızda olacaq, çünki genetika onu hiss eləyir. Belə, bir də onu dəyişməmək mümkün olsa, inanıram ki, bir 10 ilə onu da düzəldərlər, endoskopik nəsə cərrahiyyə daha inkişaf ilə göz quruluşunu dəyişmədən, çox dartma olmadan, yanağı gözün altına qədər qaldırmadan elə bir şey olsa super, yəni başda mən gedəcəm. Ümumiyyətlə belə paylaşımlar pasientlərdə fərqli bir, artıq o başqa bir niyyətdən gəlir doktora yaxınlaşanda və bu əvvəl sonranı, məsələn, siz paylaşmamış olsanız belə, o artıq başqa hisslərlə gəlir, bunu görür və buna inanır. Sizin necə dediyiniz kimi Çinli həkim paylaşıb və artıq inanıb beynində, onun olacağına inanır. Və bu da artıq pasientlərdə fərqli gözləntilər yaradır, düzgün olmayan paylaşımlar. Əgər bu paylaşım olunmuş olsaydı, məsələn, bunu paylaşıb qeyd etsəydilər ki, altında, əgər siz düzgün baxım etsəniz və s. dərinizi daha gec yaşlanmasının qarşısını ala bilərsiniz, gec yaşlansın və yaxud da baxımlarla, tutaq ki, doktor dediyi kimi 40 yaşında gəlməyib də, siz 20 yaşından artıq başlamış olsaydınız, daha gec qocalardınız, dəriniz daha fresh olardı. Sosial mediada ümumiyyətlə, Instagramın alqoritması belədir ki, paylaşımlarınız faydalıdırsa, reklamsız kəşfiyyata düşə bilirsiniz. Yəni artıq alqoritma dəyişilib. Sizin verdiyiniz faydalı paylaşımları o özü insanların qarşısına çıxarda bilir. Faydalı paylaşım deyəndə bəzən şəkil paylaşırlar və bu şəkildə altyazı yoxdur, prosta paylaşılıb. Altında altyazı qeyd olunmuş olsaydı, burada söhbət üzə baxımdan gedir. Yəni siz düzgün qulluq etmiş olsaydınız, tutaq ki, 40 yaşınızda belə yox, daha cavan görünə bilərdiniz. Və yaxud da ki, sizə biz baxımlar edərək dərinizi biraz daha gəncləşdirə bilərik kimi məlumatlandırıcı bir post olmuş olsaydı bu, o zaman tamam, zaten Instagram alqoritması da bunu ortalığa çıxardacaqdır. Və pasiyent də bu şəkili qarşısına çıxanda altındakını oxuyur və gəlib Fidan xanıma demir ki, mənim üzüm belədir, filan həkim bunu paylaşıb, məni belə elə. Pasiyentdə artıq biz fərqli bir istək yaradır da belə şəkillər. Ona görə də qətiyyən bu paylaşımlar təəssüf ki, düzgün deyil, amma Hansı həkimin belə paylaşımını mən rast gəlməmişəm. Çox şükür ki, artıq çox maariflənib doktorlarımız. Məsələn, əvvəl sonralarımız çox keyfiyyətsiz idi. Yəni necə gəldi çəkilib paylaşılırdı. Tutaq ki, dodaq şəkli çəkəndə qırağında qan, zad çəkilirdi, paylaşılırdı.
yox, bizim klinikadan qətiyyən maşallah bizim doktorlarımız həqiqətən də keyfiyyətə və necə estetik görünəcəyinə çox önəm verir. Ümumiyyətlə Azərbaycanda söhbət gedir ki, həkimlərimizdə də, paylaşımlarımızda da çox böyük dəyişikliklər var. Yəni 5 il bundan öncə dediyim kimi nə şəklin keyfiyyəti önəm daşımırdı, nə əvvəl sonra paylaşmaq elə bir önəm daşımırdı, nə məlumat yox idi. İndi maşallah həkimlərimiz hamısı otururlar, danışırlar və s. Amma yenə deyirəm, hər yerdə bir amma var da və belə şəkillər kəşfiyyata düşür və artıq pasiyent gəlir bundan əlindəki, mənə belə elə. Ona görə də bu paylaşım mütləq verməlidir informasiyanı ki, biz söhbət nədən edirik. Keçək növbəti paylaşımımıza və məncə düşünürəm ki, ən böyük problemlərdən və ən çox səhv anlaşılma olan prosedurlardan biridir akne izləri. Çünki mən indi klinikamızın sosial mediası ilə məşğul oluram və bütün həkimlərə gələnləri, sualları və s. görürəm, pasiyentlərin danışıqlarını görürəm. Bu akne problemi yaşayan pasiyentlər və akne çapıqları yaşayan pasiyentlər çoxdur. Və çox təəssüf ki, belə əvvəl sonralar, məsələn, xanımın üzündə akne var və indi üzü şüşə kimidir. Yanıldır, niyə? Ola bilər bu nəticəni əldə etmək. İndi əlbəttə bunu siz danışacaqsınız. Deməli, burada görürük şəkildə aknedən sonra qalmış çapıq izlərini. Aknedən qalan çapıq izlərini, atrofik çapığı ümumiyyətlə heç bir prosedur vasitəsi aradan götürmək olmaz. Düzdür, 50-70% yaxşılaşma əldə etmək olar, amma təbii ki, belə porselen üz bunu əldə etmək üçün yəqin dəri köçürməsi eləmək lazımdır. Çünki dərinin o bir şəkildə heç dərin məsamələri də görsənmir. Çapıqlardan əlavə insanın dərisində bir də məsamələr də olur, dərinin strukturu olur, xırda qırışlar olur. Çox təəssüf edirəm ki, akneli səpki, əgər başlayırsa akne səpkiləri, əgər siz vaxtında müraciət eləməsəz, sonra illərlə, ömrünüzün sonuna qədər o çapıqlarla uğraşacaqsınız. Yəni. Mən məsləhət görürəm ki, akne səpkiləri başlayan kimi siz həkimə müraciət eləyin ki, sonradan belə nəticə görməyəsiniz, siz belə problemlər görməyəsiniz. Akne izləri, ümumiyyətlə aknenin yaranma səbəbi artıq dünyada bir çox alim sübut edib ki, qənə və s. kimi bir şeylər deyil, stafilokok, streptokok və s. Dəridə aknenin əmələ gəlmə səbəbi məhz dərinin yağlı olmağıdır. Yəni salina jeleza piy vəzlərinin normaldan artıq yağ buraxmağıdır ki, hansı ki, bəzi həkimlər bundan istifadə eləyir. İzotritianin tərkibli preparat yazır, yazmalıdır ki, yazır onu. Yazır, amma əlavə antibiotik yazır, əlavə biorevitalizasiyalar eləyir, əlavə akne iynələri vurur, dermobraziyalar eləyir, 100 dənə şey eləyir. Hansı ki, sadəcə düzgün, dünyada belədir, düzgün izotritianin tərkibli preparat təyin eləməklə biz bu üzü tam müalicə eləyə bilərik. Və əlbəttə sonra aknenin izləri qalıbsa, aknenin izlərinə görə müəyyən prosedurlar eləmək olar. Amma dərini yükləmək, dayanmadan həm izotritianin yazmaq, həm qaraciyər üçün, qaraciyərə istər-istəməz yüngül yük verir də, həm antibiotik yazmaq. Əgər izotritianin yazırsınızsa, bu 2-3 gün bundan və belə bir pasiyentə rast gəlmişəm. Azərbaycanda hər hansısa dermatoloq yazıb onu. Demək, izotritianin tərkibli preparat yazıb, plus antibiotik yazıb. 2 ayda qız antibiotik içir. İzotritianin tərkibli preparat içir. Dermobraziyaya gedir, nə bilim, nəyə gedir, nə deyirəm ki, mən də dermatoloqam. Gəl belə eləyək. Gəl sən antibiotiki dayandır, 2 ayda içirsən. Əgər Allah eləməsin, sənin hər hansı bir bakterial infeksiyon olsa, sənin orqanizmin artıq bu antibiotika təsir eləmir. Çünki səndə rezistentlik əmələ gəlir. Yəni, orqanizm antibiotiki artıq belə sıradan bir şey görür. Sən bu antibiotiki dayandır, izotritianin onsuz da sənin üzünü sağaldır, artıq sağaldacaq. Çünki burada səbəb yağlılıqdır. Heç bir streptokok, stafilokok deyil. 99% hallarda, hansı ki o qız onu spesialni eləyir. Yəni müalicələrinin yəni çox geniş, necə deyim, geniş spektrli olduğunu göstərmək üçün. Amma həkim düşünmür ki, bu 2 ay bu antibiotika içir. Lazım olanda ona gələcəkdir. Həyatda da hər şey baş verə bilər. Allah eləməş bir infeksiya tutar, ya nəsə olar, bakterial mənşəli bir infeksiya tutar. Bəs onda nə olacaq? Və o antibiotik artıq orqanizm gəlir, daha ağır antibiotik keçir, daha ağır. Niyə? Nəyə lazımdır? Siz bunu bilirsiniz, axı bütün dermatoloqlar bilir ki, bunu bütün dünya izotritianinlə müalicə edir. Bəli, 10 il bundan əvvəl bu səhv olsaydı, bu olunsaydı, hansı ki, mən onda aktiv üz müalicə eləyirdim. Sonra izotritianini
kəşf eləyəndən sonra başa düşdüm ki, biz izotresiyanı ilə müalicə eləyə biliriksə, boş-boşuna niyə mezoterapiya eləyək, boş-boşuna niyə karbon piling eləyək və mən onu dayandırdım. Mən ümumiyyətlə indi də pasientlərim olanda sadəcə düzgün çəkilərinə uyğun izotresiyanini təyin eləyirəm və müəyyən analizlər verəndən sonra və əlbəttə ki, möhtəşəm nəticəsi olur. Qaldı ki, anti-akne, daha doğrusu akne skar. Yəni məsələn bu şəkildə gördüyümüz burada atrofik çapıqlardır. Normotrofik çapıq da var, amma əsas atrofik çapıqlardır ki, hansı ki mümkün deyil. Əgər atrofik çapıq əmələ gəlibsə, onun getməsi, düşünün su çiçəyi atrofik çapıqdır. Daha dərin atrofik çapıqdır. Gedib aparmaq olur, mümkün deyil. Heç kəs, heç bir dermabraziya ilə, heç bir fraksion lazerlə, dünyanın ən bahalı lazeri, ablyasiya, yəni dərini soymaqla, ən kimyəvi PTSA pilinglərlə fərq etmir. Dərinin neçə qat yandırsa da, əgər dəridə artıq dərialtı pi qatı zədələnibsə, hansı ki atrofik çapıqlar zədələyir, onu bərpa eləmək mümkün deyil. Müəyyən prosedurlarla bəlkə çox yüngül separasiya olunsa, yüngül həmin nahiyələrə artıq uzun illərdir baxırsan ki, bir neçə çapıq birləşib yama kimi, bir quyu kimi əmələ gəlib üstə, müəyyən gialuronik asidlə onu bərpa eləmək olar. O da o demək deyil ki, çapıq bərpa olunur. Sadəcə alta doldurulur ki, hamı araşsın. Amma mən fraksion lazer eləyəcəm bir 50 dəfə il ərzində ki, və ya mikronidling eləyəcəm. Bizdə də klinikada olunur bunlar, amma müəyyən saydan sonra onu eləmək olmaz. Məsələn, müəyyən həkimlər dayanmadan fraksion lazer mikronidling eləyir və dəridə melanin balansı pozulur və sonra ömür boyu insan heç çapığını unudur, ömür boyu melazma ilə əziyyət çəkir. Yəni üzünə elə ləkələr düşür ki, melazma. Elə ləkələr düşür ki, onu da heç cür aparmaq olmur. Yəni pasiyent bilmir, akneni unudur, akne skarı, yəni çapıq izlərini unudur, başlayır ləkələrlə. Ona görə belə deyək də, biraz insafla yanaşmaq lazımdır. Yəni dermatoloqlarda olsa, bəzən dermatoloqun yazdığı reseptə baxıram və mən məsəl üçün, mən qızıma məsləhət gördüyüm şeyi ancaq pasiyentimə məsləhət görürəm. Hansı ki, məsələn, mən qızıma izotresiyanin verirəm indikcə, çünki üzü yağlıdır. Onu da pasiyentə məsləhət görürəm. Amma heç vaxt mən ona antibiotik vermərəm. Çünki niyə antibiotik verim? Mənasız yerə niyə ona bakteriyasını öldürüm? Axı, onun yaradan səbəb bakteriya deyil. Ona görə mən də həkimlərə, dermatoloqlara bu dəfə müraciət eləmək istəyirəm ki, bir pasiyentə resept yazanda mütləq özünüzə və balanıza, öz övladınıza necə yanaşarsınız, elə yanaşın. Vəssalam. Çünki bu xalq onsuz da biraz, yəni, belə deyək də, çox həkimlərə düşürlər, çox problemləri olur. Yəni, boş akne üçün bu qədər antibiotik içməsin. Növbəti məşhur... Kylie Jenner. Bəli, növbəti məşhur dəyişimimiz sizcə belə bir dəyişim tipi olaraq mümkündür? Tibbi olaraq mümkün deyəndə əslində bu real nəticədir. Yəni bu Photoshop ola bilərək yüngül retuş olunsun, amma bu realdır. Bu real nəticədir. Yəni bizim pasientlər də belə dəyişir. Elə dəyişirlər ki, mən özüm bax Fidan xanımda da 100% elədi, sözünü də kəsirəm. Gömrükdə tanımır gömrükçülər. Deyirlər get pasportu dəyiş. Mənim özümün gömrükdə pasportumu dəyişdiriblər də, yəni elə dəyişmişəm zamanla. Məcbur sonra pasportumu dəyişmişəm. Yəni bu gizlətmək lazım deyil ki, heç nəyi. Eləcə də pasiyent, bu dəyişimə görə əlbəttə bunu gömrükdən buraxmamaq olar Kylie'ni. Amma yəni bizim də pasiyentlər, mənim çox pasiyentlərim belə dəyişir. Hamı da deyir ki, asan xidmətə getdim, dedilər bu siz deyirsiniz, şəxsiyyət vəsiqəsinin problemi. Elə bizim Aygün asan xidmətə getmişdi, şəxsiyyət vəsiqəsindən demişdi, götürməmişdilər. Təzədən qeyib atası yığıb, yəni nəsə belə bir dəstək, nəsə belə bir şey olmuşdu, başına gəlmişdi. Bu realdır. Düzdür, burada işıq da var, işığın nə bilim işığın rakursu da var, amma real nəticədir də burun əməliyyatı olunub, dodaq dolğusu olunub, müəyyən nahiyələrə dolğular edilir və çox da gözəl olub. Çox gözəl olub. Bir də burada fikir verin, alt çənəsi arxaya idi, qabağa idi daha doğrusu, önə çıxırdı. Burada məhz onun indi videolarına da bax, Fidan. Ola bilər onun çənəsi. Bu əməliyyat deyil, bunu məhz dolğu ilə bərpa eləyiblər. Ola bilər çənə yonulma da eləyiblər. Yox, çənəsi məncə yox. Məncə onun üst damağını sadəcə yavaş-yavaş nazalobial lif kimi bərpa eləyiblər. Çünki onun dodağın həcmi də böyükdür. Hə, mütləq. Videoya baxanda, videodan danışanda baxırsan ki, onda çənədə əməliyyat deyil. Çünki istər-istəməz video danışanda görsənir ki, onun ən hissəsi yuxarı çənə, arxayadır. Amma çünki dolğu ilə nə qədər doldursan da biraz görsənir. Amma çox dəyişilib. Onun nazalobial lift olunub, yəqin ki, və ya pi vurulub, bilmirəm da, deyə bilmərəm dəqiq. Amma o hissəsi önə çıxdığı üçün
onun ağız hissəsi qabağa gəlib. O ki qaldı gözləri onsuz da özü də qəşəng idi. Gözlərində heç bir dəyişiklik yoxdur. Qaşların qalınlaşdırıb. Əsasən bunu istəmirəm. Qaşların qalınlaşdırıb. Məncə Biraz alın gözün üstünü qaldırıb, gözün görsən Məncə o yaşı keçib gözün üstü biraz əriyib, dəyişilib məncə. Qaş alnım dolğuya oxşayır. Yuxarı hissədə elə bil sanki bu şəkildə baxanda hündürləşdiriblər. Bir də çənə sümüyünə fikir ver Fidan. Çənə sümüyündə sanki çənəni kiçiltməsələr də azacıq dolğu ilə, ya bilmirəm, bəlkə make-upla da bu ucunu daha sivri eləyiblər. İdeal alınıb. Onun həkimi Simon'dur məncə. İdealdır mənə görə. Və növbəti belə bir əvvəl-sonra şəklimiz. Fake. Budur sizdə də. fake-dir. Hə, bu həmin insan, yəni bu şəkil yəqin ki süni intellektlə yaradılıb. Çünki belə üzdən belə üz almaq Özdə necə? %100 Before belə yazıb, nəticə sonra da after yazıb. Həqiqi paylaşımdır bu. Bu həqiqi paylaşım. Həqiqi paylaşım. Və niyə makyaj eləyir paylaşır? Make-up ustasıdır, bunu Özü dəyişdirir. də eyni rakursdadır. Yəni Mən make-up ustaları görürəm. O qədər dəyişirlər insanı, make-updır da, məsəl üçün. Make-upla okeydir, make-upla dəyişmək olar. İnsan, baxıram o günləri bir make-up artisti, makyaj elədi özünü, Angelina oldu. Sonra makyaj elədi, nə bilim, Whitney Houston oldu. Sonra makyaj elədi. Yəni, make-upla qrim də deyirlər. Qrimlə o qədər dəyişmək olar ki, yəni bu, ümumiyyətlə bu nəticəyə baxıb həmin həkimə necə müraciət eləmək olar? Bu Azərbaycanda deyil 100%. Yox, Azərbaycanda deyil. Azərbaycanda deyil. Çünki Azərbaycanlılar belə şey eləməz. Yəni normalda özünə hörmət eləyən həkim eləməz. bunu qoyaq bir qırağa. Məsələn, gəlir pasiyent ki, belə üzdən belə üz çıxıbsa, mənə də belə eləyin. Bunun kimi. Eləyə bilərik də. O da üz strukturu imkan verməlidir də Hə, bizə. üz struktur fikir. Bəzi şeylərdə mən ortodonta göndərirəm. Deyirəm ki, mütləq bu olmalıdır. Bəzən mütləq burun əməliyyatı olmalıdır. Deyirəm ki, çox vaxt bilir də həkimlər. Bulhoruna göndərirəm, məsafə böyükdür, onu heç nə eləyə bilmərəm. Qaş nazikdir, qaş həkiminə göndərirəm. Yəni burada artıq paralel lazımdır. Yəni bəzi şeylər mən eləyəcəm, bəzi yox, 80%. Amma qalan 20% xırda müəyyən nüanslar var ki, onu mütləq pasiyent dəyişməlidir. Mən deyirəm ki, get bunu elə, paralel bunu dəyişmək. Əgər sən belə olmaq istəyirsənsə, çünki mən bu burnu heç bu dərəcədə qaldıra bilmərəm. Heç kəs qaldıra bilməz. Və mən bu qaşı necə qalınlaşdıra bilərəm? Mezoterapiya eləyim, əgər orada tük follikulu yoxdursa. Ona görə paralel, məsəl üçün çox cərrahlar bilirdi, mən onlara zəng vururam elə pasiyentin yanında. Deyirəm ki, sizin yanınıza gələcək, tapşırıram və ya məsləhət görürük. Paralel iş görmək lazımdır. Ümumiyyətlə, estetik dermatologiya, indi o gün Mincəfər doktorla danışırdım, məsələn, konqres keçiriləcək. Plastik cərrahlar deyir, görmək istəmir dermatoloqları. Plastik cərrahiyə qəbul eləmir estetik həkimləri, yəni inyeksiya məşğul olan həkimləri. Mən düşünürəm ki, özünə əmin, plastik cərrah, estetik inyeksiya məşğul olan dermatoloqları qəbul eləyər. Kim ki özünə əmin deyil, kim ki özünə narazıdır və ya kim ki, belə deyək də, pasiyenti azdır, fikirləşir ki, qoy mən hər şeyi mən kəsim. Yanaq biraz istəyir, qoy onu da kəsim qaldırım. Biraz dodaq istəyir, qoy onu da çevirim qaldırım. Biraz qaş istəyir, qətiyyən botoks eləmək olmaz, onu da qoy dartım. 20 yaş var, fərqi yoxdur, qoy dartım. Yəni bu kimi cərrahlar, belə də pis çıxmasa da acı göz. Onlar bəli, estetik kosmetologiya və estetik dermatologiya qarşıdır. Amma, məsəl üçün, mənim dostlarım olan hansılara ki, çox hörmət eləyirəm. Bir neçəsinin adını çəkim. Dilqəm doktor, Mircəfər doktor, Zərif doktor və ya Azər doktor, bəziləri yadımdan çıxırdı və ya burun renoloqlardan Cavid Cabbarzadə, Səbinə xanım və bir çox da dostlarım var ki, hansı yəni çox rahat, o qədər rahat olaraq pasiyent göndərirəm, o qədər bilirəm ki, əminəm ki, özüm də razı qalacaq. Çünki o pasiyent sonra məndən qayıdır axı. Plastik cərrahı bir dəfə görür də pasiyent. Amma daim mənimlədir, 6 aydan bir, ildə bir, 6 ay. Mən onun həkimiyəm, ən yaxın dostuyam və ya Fidan xanım. Ona görə o mənim yanıma gələndə mən rahat oluram. Görürsən, burnun nə qəşəng çıxdı. Və ya, məsələn, 5-6, həmişə 3-4 həkim verirəm, deyirəm, içlərində seç. Ged özün danış, gör ürəyimə hansı yatır. Məsələn, mən olsam, məsələn, bu 3-4-ün arasından seçərdim özüm üçün. Bax belə, hansı plastik cərrah bu yayınlanacaq da baxacaqlar. Özünə əmin deyilsə, deyir ki, qətiyyən üzünüzə dolğu eləməyin.
Siz 20 ildən sonra əməliyyata gələcəksiniz. Qəti birdən çarışıb üzvə yanağa 20 il yanağında batıqla gəz, sonra gələrsə mən sənə əməliyyat eləyərəm və ya indidən gəl əməliyyat eləyim. 24 yaşında o gün xanım pasiyentimə bir 50 dəfə dedim ki, getmə əməliyyata. O qədər də qəşəng qızdıq, inanmazsınız, o qədər gözəl qızdıq. Prosedurlara gəlib eləmişik, amma ondan genetik də qəşəngdir. Gedib plastik cərraha deyib ki, hə, davay, götürüb onu, götürməli deyil. İndi 24 yaşında qızı tamamilə facelift eləyiblər. Həm yuxarı hissəsini, həm aşağı hissəsini, yəni smasda, dərin smas. Nə var ki, nəsə burada avalında xoşuna gəlmir. Mən belə baxıram, yəni nə deyim? Mən məsəl üçün çox istəyərdim, əgər mənə elə bir konqresə dəvət eləsələr, Türkiyədə dəvət eləyirlər də, Azərbaycanda plastik cərrahlarla bir yerdə otursalar, mən deyərəm ki, plastik cərrahiyyəsiz estetika mövcud deyil, əsas kökü, əsas sizsiniz, zirvə sizsiniz. Amma çox xahiş edirəm, 30-a qədər pasiyentlərə əməliyyat eləməyin. Necə mən müəyyən yaşa qədər botoks eləmirəm, müəyyən yaşa qədər deyirəm ki, get, böyüyərsən, gələrsən. Onları prosta deməyə özlərində cəsarət tapsınlarmı deyim. Yəni onsuz da Allah verir də, bu olmasın, o birisi gələcək. Amma eləməsinlər, məsləhət görmürəm. Buyurun Fidan xanım, indi bir siz nə deyə bilərsiniz? Təbii ki, gözəlləşmək və üz quruluşunu dəyişmək istəyən xanımlar bilməlidir ki, estetik sahədə yalnız kosmetologiya deyil də bilirik, cərrahiyyə var. Bunun üzün skelet quruluşunu dəyişən hansı sahələr ola bilər? Üz çənə, stomatoloqlar ola bilər. Və bu sahələr hamısı bir-birinə paralel gedir. Təkcə kosmetologiya vasitəsilə belə nəticələr almaq olmur. Kömək də lazım olur. Üzün strukturundan asılı olaraq. Dəyişmək istəyirsinizsə, bunların hamısını nəzərə alın. Yəni gəlib bir prosedur eləyib, 2 prosedur eləyib, mən dəyişmədim, mən ona oxşamadım demək həqiqətən də gülüncdür. Bəzən pasiyentlər o nəticəni alana qədər overfill deyilir, yəni həddən artıq çox dolğu eləyirlər, bu spiralın içinə düşürlər, alınmadı bir də eləyək, alınmadı bir də eləyək və nəticədə tamamilə maska üzünə sahib olurlar və istədiyi nəticə yenə əldə edə bilmirlər. Çünki biz həkimlər, əgər pasiyent gəlir, biz onun üzünə baxırıq və biz ona deyirik real, biz onu göylərə uçurtmuruq ki, hə, biz səni belə eləyəcəyik. Bu səndə alınmayacaq və yaxud sənin öz yüz quruluşu, bundan öz quruluşun daha yaxşı formasını sənə verə bilər. Yəni səndə bu alınmayacaq deyirik öncədən. İnanan pasiyentlər inanır, sağ olsunlar. İnanmayanlar da hər halda gedirlər digər həkimlərin yanına, elətdirirlər öz dediklərini məcburən və sonunda da peşman olurlar. Artıq gec olur. Doktor, sizin fikriniz nədir? Bizim adətən həkimlərlə fikrimiz üst-üstə düşür. Estetik, məsəl üçün, dermatoloqlarla və estetik həkimlərlə fərqi yoxdur. Elə əyləşəndə, bu haqda danışanda çox vaxt üst-üstə düşür. Sizin fikrinizi, yəni nə düşünürsünüz? Nə vaxt əməliyyata getmək lazımdır? Xırda, bulhorun, burun əməliyyatı bu heç 18 plusdur. Bu xırda şeylərdir. Dərin smas və endoskopik qaş qaldırma, göz formasını dəyişmə, yanaq əzələsinin yerinin dəyişməsi, yuxarı qaldırılıb tikilməsi, belə də. Mən belə düşünürəm ki, indi qaş qaldırma ümumiyyətlə çox dəbdədir və bizim qızların da qızların qaş forması üzü aşağı doğru gələn qaş formasıdır. Əgər vaxtından tez gedirlərsə, onlar yaşları artır əməliyyatdan sonra. Nə olsun qaşı belə qalır, amma öz yaşını vermir. Bəli. Və bir də dərinin özünün gücü olmalıdır onu dartmaq üçün. Əgər vaxtından tez dartırsa, dəri qısa olduğuna görə həmin yerdə çapıqlar daha dərin qalır, dəri bitişmir bir-birinə, tikişlər yaxşı bitişmir və çapıq izləri çox dərin qalır. Bir ara görmüşdünüz, qaşın üstünü kəsirdilər, tikirdilər, sonra təzədən aralanırdı və indi o qədər pasiyentlər gəlir həmin qaş üstü çapıq. Mən də o mini əməliyyatda eləmişəm, vaxtından tez eləyənlər. Amma vaxtında eləmişəm də. Vaxtından tez eləyənlərdir. Bir də yer olmur yəqin. Dəri qısa olur. Dəri imkan verirsə əgər, ola bilər bəlkə elə bir xanımdır ki, o da çox nadir hallarda olur da, 25 yaşı var, amma dərisi imkan verir və həqiqətən qaşı çox, göz-qaş məsafəsi çox qısadır. Yenə həmin halda belə gözün forması da dəyişir məcbur olaraq və insan və bir də bu proseduru ömründə sən bir dəfə ya 2 dəfə eləyə bilərsən. Amma yaşlanma da davam edir. Ona görə sən bunu eləyəcəksən 10 ildən, 1 ildən sonra yenidən, 2 ildən sonra yenə düşəcəksən, bir də eləyəcəksən, sən bu proseduru neçə dəfə eləyə bilərsən ömründə. Və bu həmin xanıma bir 20 il, 30 il sonra təsəvvür edirik ki, nə dərisi qalır artıq kəsilməli,
göz qaş hər halda göz qaş məsafəsi uzadılır əməliyyatda, amma artıq kəsilmək göstəriş olmayanda həmin kəsimi keçirmək üçün artıq göz qaş məsafəsi də get-gedə qısalır və göz dartılır burdan, həmin dəri böyüyür, daha sonradan göz daha çox başlayır gözün üstünə çıxır. Mən elə fikirləşirəm, yəqin ki elə olur. Bir də bilirsiniz Bəlkə də demirəm onu. Yəni mən vaxtından tez eləyənlərdən danışıram. Əlbəttə ki, biz dediyim kimi plastik cərrahiyyə zaten hər birimizin istifadə edəcək son odur da. Amma müəyyən vaxtdan tez əgər ehtiyac yoxdursa, mənim düşüncəmə görə mütləq psixoloqlar və ya hətta bəzən psixiatrlar müəyyən bir antidepressant yazmalıdır bəzi pasientlərə. Çünki pasientə nə eləyirsən, mən yox, məsəl üçün fərqi yoxdur, əməliyyat da eləyir, yenə narazı. Baxırsan gəlir cərrahı dal arxasıca danışır ki, elədi. Deyirəm də bundan artıq neynəsin? Bundan artıq burnunu hara qaldırsın və ya niyə deyirəm? Deyir ki, ağlayır ki, mən yenə istəyirəm belə. Artıq bu psixoloji problemdir, hansı ki, cərrahların da əslində qınamaq olmur. Belə bəzən baxır, gəlir, ağlayır, cərrah da məcbur çox dartır. Deyir ki, bu gəlib sonra dava eləyəcək. Elə məhkəməyə verirlər ki, az dartdı qaşımı, az dartdı gözümü. Oturub danışırsam, mən izah eləmək istəyirəm pasiyentə. Ürəyim ağrıyır da, yazıqdır. Baxıram 28 yaşı var. Dartdırıb göz bağlamır. Deyirəm ki, deyir, mən belə istəyirdim. Baxıram əməliyyat eləyibdi. Üstündən 3 ay keçib. Yenə belə qəribə plastrlar var, koreyski nədirsə. Buradan yapışdırıb bu plastrlar. Bu hissə yaradı, biraz da dartıb. Deyirəm ki, sənin artıq gözünün ağı görsənir də. Bu belə normal deyil də, yəni. Biz Çində və Yaponiyada doğulmamışıq ki, biz iri gözlüyük. Niyə sən gözlərini tam maksimum? Yəni əməliyyatdan 3 ay keçib. Plastır eləyir yenə də və bütün bu hissəsi yaradır və cərrahı arxasıca danışır ki, mənə belə elədi, onu məhkəməyə verəcəm, istədiyim kimi dartmadı. Bu artıq heç elə pasientləri götürmək lazımdır. Məsəl üçün mən çalışıram, deyirəm, mən səni xoşbəxt edə bilməyəcəm. Gedib sonra mənim arxamca danışacaqsan. Sən mütləq psixoloqa getməlisən, psixiatra getməlisən, hətta psixoloq da məncə heç nə eləyə bilməz. Müəyyən dərman qəbul etməlidir ki, özünü sevə bilsin. Özünü mən düşünürəm, elə mənim özümdə də var, bu hamımızda var. Bu bir nə bilim, Azərbaycan xalqında qadın, kişilər özündən razıdır, xanımlar özündən narazı. Bilmirəm nədən əmələ gəlib, amma 90% elədir. Məsəl üçün Avropada həm qadın, həm kişi özünü normal, düzgün dəyərləndirir. Bizdə isə bizdə elə deyil. Bizdə məsəl üçün adi baxırsan, onu gözəl göstərəcək izüminkasıdır da. Onu heç əməliyyat eləmək lazım deyil. İzüminka deyirlər də, yəni xırda bir şeydir, amma onu deyir, onu da eləyim, onu da eləyim, onu da eləyim. Hamımızda var bu. Bu da yəqin övladlarımızda dəyişilər, özümüzü sevərik, olduğumuz kimi sevərik. Yenə də deyirəm, nə plastik cərrahiyyə, özüm bu işin içindəyim, nə estetik kosmetologiya vaxtında olunmalıdır və daha cavan, üzvü daha gözəl görmək istəyirsənsə, daha xoşbəxt hiss edirsənsə, əlbəttə buna müraciət etməlisən, amma vaxtından tez yox. Çünki o vaxtından tez 24 yaşında əməliyyat olunan xanımı bilsək ki, bu elə belə də qalacaq, da 34-də əməliyyata getməyəcək, okey. Amma o gedəcək 2 ildən sonra yenə mənim bir pasiyentim var. Hər il üz dartdırır. Bütün yuxarı endoskopik qaş qaldırma eləyən bütün həkimlərdə olub. Həkimlər də götürür, amma mən götürmərəm, məsəl üçün ondan ona. Yəni qorxmurlar ki, bu sonra gəlib onun axırda bir problem çıxacaq, onun üstündə qalacaq. Götürür, o da eləyir, bir ildən sonra keçər, o birisi əməliyyat edir. Artıq qızın gözü o qədər də gözəldir, deyərəm kimdir. Yəni tanınmış adamdır. O qədər də gözəldir, gözü artıq bağlanıbdır. Siz fikir verin, elə bir adam var, əməliyyat olunsun və biz bilməyək ki, əməliyyatdır. Yəni peçatdır da əməliyyat. O dəqiqə görsən ki, bu əməliyyat olub. Çünki ya onu necəsə biraz təbii eləmək lazımdır. Ya, yəni hamı belə gəlir də, elə bir peritonitis eləyiblər, gözlər, qaşlar aralanıb. Yəni 10 nəfər, 100 nəfərin içindən seçildi ki, bu adam əməliyyat olub. Çünki normalda Allah bizi necə yaradıb? Məsələn, biz gənc görsənmək istəyirik. Baxırıq 15-16 yaşında qızıma baxıram məsəl üçün. Necə qaşı aşağıdır, gözün üstü ətlidir, şeydir, dartılmayıb. Baxın, biz kökdən dartılmış deyilik. Onu dartıb cavan görsənəcəyik, yox. Cavan görsənmirik axı. Genetik kod var, hər millətin özünün genetik kodu var və başqa ölkədə olanda bəs niyə Azərbaycanlı bir nəfər Azərbaycan, bu deyəsən Azərbaycanlı, sıracı onu görür. Gözlərə görə də. Gözlərə görə, gözün quruluşuna görə. Ona görə nəsə xırda bir dəyişiklik olan kimi baxırsan ki, bu nəsə gözə çarpır. Bu nəsə bizim bu artıq bizim millət deyil. Burada nəsə var. Düzdür. Və mən yenə də deyirəm, cavan gənc görsənmək, bəlkə daha cazibədar görsənmək üçün qaşı dartılmış, gözü belə çəkik
Amma inanın o sizi gənc görsənir. O trend artıq yavaş-yavaş Nə vaxt? nə bilim, əvvəl daha çox idi. Daha çox idi belə oversize yanaqlar, oversize. İndi artıq təbiiyə doğru. Yanaqlar okey, Mən də fikirləşirdim bu daha tez baş verəcək, amma çox uzun vaxt baş çox verir. bax. Mən deyirdim, mən bu il qızlar gəlirlər artıq dodaqlarını ərdirlər ki, daha təbii istəyirik yanaqlar. Azalıb düzdür azalmanı, amma mən fikirləşirdim daha tez baş verir, amma xeyli stop eləyiblər hələ bu trend, o manipulyatorlar stop eləyiblər hələ ki ona. Hələ ki Dolğu gedir. problem deyil, doktor, onu əridirik. Bilirəm, problem deyil. Bəs yaxşı, onu süni üz quruluşunda. Aha bildim, onu əritdik. Bəs əməliyyatı nə edəcək? Artıq dartandan sonra nə etmək olar? Yəqin açıb təzədən şurupları yumşaldırlar. Nə bilim. Hər şey vaxtında gözəldir. Əlbəttə. Düşünürəm. Dediyim kimi yenə də heç bir şeyə qarşı deyiləm. Burun əməliyyatı məncə Azərbaycanda 80% xanımlara lazımdır. Çünki burnumuz qarbinkalı olur da adətən. Amma göz formamızı dəyişmək heç bir xanıma lazımdır. Bizim gözümüz də oradan gözəldir də, iridir gözlər. Yəni onu dartıb yanaq əzələsindən birləşdirmək göz əzələsini və yox etmək. Hər halda bu kombinə olunmuş əməliyyatdır və o kombinə olunmuş əməliyyatın hər hansı bir nüansını çıxartmaq olar. Məsələn, qaşı qaldırırsa gözə Qaşı qaldırırsa gözə dəyməsin. Yuxarı və orta üçdə-birin gərimə eləyirlər. Yəqin pasiyent özü deyir ki, mənim gözümü çəkik elədi. Amma çəkik o saçını yığanda ki kimi çəkik görsənmir də. Bəli, saçını yığanda adam qəşəng görsən. Amma əməliyyatdan sonra elə deyil axı. Konkret olaraq göz üstü, göz altı dolur, yanaq yuxarı qalxır və milliyyət dəyişir. Hətta məncə cərrahlarda da o standart baxmamalıdır əməliyyata ki, standart bunu çəkin, bunu çəkin. Daha öncədən öz zövqləri ilə onu fikirləşməlidirlər ki, bəs bunun gözü çəki olsa yaraşmaz, bu qədər çəksəm yaraşmaz. Düzdür, pasiyentlərdə qulaq asılır çox vaxt. Deyir, mən istədiyimi elə. Keçmiş olsun. Düzələr. Düzələr. Onu bilirəm ki, nə qədər ölkəyə gedirik, biz çox gəzirik də, seminarlara, konqreslərə görə və s. Azərbaycan qadınları çox gözəldir. Çox gözəldir və baxımlıdır. Həqiqətən. Yəni, həddini aşmasalar, həqiqətən ən gözəli bizik. Deməli, artıq bir rubrikamızın daha sonuna gəldik. Sizin üçün hansı suallar maraqlıdırsa mütləq qeyd edin və biz növbəti videomuzu onun ətrafında çəkək. Doktorun da qeyd etdiyi kimi, bəli, Azərbaycan xanımları həqiqətən çox gözəldir. Ancaq mütləq gözəlliyinizi peşəkarlara əmanət edin. Sağ olun, salamat qalın.